2020-ci ildə çıxmışdım, efirə çıxırdım. 20-ci ilə qədər efirə çıxmışam. Dəfələrlə idmanla bağlı tüm mövzularda, bir maşqla idmançılar çoxalır, fitnesslə bağlı. Efir deyəndə elə bir çox efirlərdə idmanla bağlı fikirlərimi, məsləhətlərimi vermişəm. Uzun müddətdə 15 ildən çox idmandayam, yəni fitnesslə bağlı. Müəyyən bir şeylərdən diskindim. Analiz sahədə də paxıllıq var mı? Var. Bizim sahədə var paxıllıq, var. Bizim sahədə niyə görə var? Mən efirə çıxdığım müddətlərdə çox efirə çıxırdım, gördüm paxıllığımı çox çəkirlər. Gəlirdim, nə danışdın orada, iş lazım sənə. Mən İlhamə xanımla qonaq olurdum. Kim verişi var idi, İlhamə xanım aparıcı, onunla qonaq olmuşam bir neçədə. Yəni idmanla bağlı fikirlər bildirirdik. Sonra görün yox, məsləhətlər yox. Proje insanlar sosial şəbəkəyə daha meyilli olurlar. Yəni Instagramdan axtarırlar kimisə, oradan axtarırlar, buradan axtarırlar. Müəyyən şeylər, ondan sonra diskindim. Son 5 ildir bir gün, 5-ci ilimdir efirə çıxmaq. Bir gün sizin efirdəyəm, ilk dəfə sizin efirdəyəm. Yəni gördüyünüz kimi formadayam. Mən üçün yaşım da azdır, 44 yaşındayım. Yəni Sən tanıdığın elə evlər dəyərəm insanına, düzdür. Bu sayədə idmanda deyiləm, artıq biznesmenəm, bir biznesim var. Şəxsi. Tuba deyirlər ki, anarla Zeyfir İbrahimov boşanır. Demək, tamaşa cavab gözləyir, mən cavabı belə verim. Sosial şəbəkədən biz evlənməmişik. Biz uzun müddətdir, yəni sosial media baxır ki, biz yoxuq, bir yeri görsənmir. Paylaşımlar eləmir. Nəyə görə paylaşımlar yığışdıq? Müəyyən vaxtları paylaşımlarımız olubdu. Dəfələr efirə bir yerə çıxırdıq. Sonra gördüm ki, efirə çıxanlar müəyyən əvvəl vaxtlar çox düş yaparlar özlərini. Bir yaxınlara düşürük eləyirlər, mən onlara baxırdım. Çox səviyyəsiz dərəcədə. Kişiliyimdə saxlamalıdır, kişinin kişiliyi olmalıdır. Sonra dedim, diyanaq, mən öz biznesimdə oturum, sən öz sayəndə ol. Yox, bizdə boşanma efir olmur, öyle bir şey olmuyor. Nəyə görə? Yəni, efirdə zəng edəcəklərə. Mən demişdim efirə şeylərimi, sonra gördüm müəyyən şeylər var ki, bəli, buna cavab vermədən. Mən qızımın 20 yaşı var. 20 yaşı var. Maşallah. Klasik bir saç. Oğlumun 15 yaşı var, bir oğlum var, çocuk dostları var, öz çevrəsi var, olur. Kızımın öz fabrikaları, rəfiqələri, yəni ətrafı var da, artıq bir institut oxuyur. Sonra bir günlər, o gündə bir məsələ var, paylaşım eləmişdim sosial mediada. Zəbrə yığır məni, çoğalar, bunlar ayrılıb, kim ayrılmıyor. Hər şey qaydasındadır. Mən aləmin yanındayım, yanında da olacağım. Biz sosial evlənməmişik ki, nəyəsə görə də duraq buna şey edək. Anar hansı halda boşanır? Anar hansı halda boşana bilər? Anar hansı halda boşana bilər ki, Anar hansı halda boşana bilər? Onu. Biz anlaşırıq, istəyən anlaşırıq. Ona görə ki, mənim işlərimə qarışmır. Bunu hər kəs bilir ki, mənim heç bir işimə qarışmır. Bilir ki, mən böyüyəm, yaşlı da böyüyəm. Siz hansı qadağaları qoyursanız? Zəfirə hal-hazır qadağalar deyəndə özü yəni uşaq deyil, qadağa qoymadan şükür Allah ki, getdiyi yeri də bilir. Vallahi iki qörmət, yəni tanıyarlar bilir, belə ki, Heç şəkil. mən sənətinə dəstək olmuşam. Birincisi, mən efirə çıxanda, mən idmancıyam. Mən efirə çıxmışam, yoldaşımla çıxım. Mən çıxmağım da mövzusu var idi, mən oxumurdum. Mən idmanla bağlı suallara cavab verirdim. Sən niyə çıxırsan arvadınla sual? Ona verməyə lazımdır. Sən nə deyib bura çıxırsan? Bax, çıxmısan arvadın oxuyur, sənətçi də oxuyur. Sən niyə oturmuşsan arvadın yanında? Niyə çıxmısan? Əl çalsın, əl çalmağa gəlmirsən. Ev görəsən kimi deyil? Bir çoxu var, bir çoxu var, səviyyəsiz dərəcədə. Yəni, mən söz düzülməyərəm. Yəni, mən yoldaşımın efirə çıxanda mənə deyirdi ki, idmanla bağlı, köçürdülər, sual verdi ki, onlar filan bizi idmanla bağlı, neçə müddətdə, hansı hərəkətlər eləməyə lazım, bunu eləməyə lazımdır. Hansı, mən öz zalımı reklam edirdim, öz işimi reklam edirdim, bəli, mən öz reklamımın üzərində çıxırdım. Mən idmancıydım, mən bunu sübut eləmişəm ki, ölkəyə mən idmancıyam, mən ölkə çempion olmuşam bu idmanla. Mən bunu sübut eləmişəm, çıxmışam ora, mənim haqqım var oturmaq orada. Adam var ki, arvadı ilə çıxır, o niyə ora çıxır, o mənim var. Cengizə, siz bilərsiniz. Sonra, bunu niyə çıxarsan, adama deyər, bax, sənin bir işin yoxdursa oradan, aparıcı döyürsən, oxuyan döyürsən, yəni niyə çıxmırsan arvadla sən efirə? Ona görə efirdən mən ailə şökülü çıxmadım. Sən düz yoldasın. Allah xoşbəxt eləsin, düz yoldasın. Əsas istəyirik ki, xoşbəxt olasın.